Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər, əziz şagirdlər, hörmətli izləyicilər. Bugün biz sizinlə kvadrat tənliyin köklərinin ədəd oxumda yerləşməsinin müxtəlif vəziyyətləri haqqında söhbət edəcəyik. Deməli, bir dəfə, bir neçə il bundan öncə yadımdadır, şagirdlərimizdən biri mənə belə bir sual verdi ki, yəni bu Dövlət İmtahan Mərkəzinin test bankında olan və hər birinizin bildiyi sual. X kvadrat minus 2mx plus m kvadrat minus 1 bərabərdir 0 tənliyi verilib. M parametrinin hansı qiymətlərində bu kvadrat tənliyin kökləri, yəni x1 və x2 -2, 4 aralığında yerləşər. Bu elə bir kvadrat tənlikdir ki, parametrdən asılı elə bir kvadrat tənlikdir ki, yoxlasaq, hər birimiz bunu yoxlaya bilərik. Görürük ki, bu kvadrat tənliyin diskriminantı çox yaxşıdır. B kvadrat minus 4AC-ni tapsanız, görəcəksiniz ki, B kvadrat minus 4AC və buradan da alır ki, diskriminant 4-ə bərabərdir. Diskriminant 4-ə bərabərdir deyə, bu kvadrat tənliyin həm birinci, həm ikinci kökünü çox rahat tapmaq olur. Yəni, tutaq ki, x1 bərabərdir. İndi mən bilirəm, yəqin siz bilirsiniz, bu 2 cüt olduğu halda başqa cürdə tapmaq olar, amma diskriminantı bu cür yazdığım üçün yazıram 2 minus kök altında 4, yəni 2 bölünsün 2. Buradan alır ki, birinci kök m minus 1-ə bərabərdir və x2 bərabərdir 2m plus 2 bölünsün 2 və buradan da alırıq m plus 1. Və bizdən də deməli kökləri rahat tapmaq olur və çox yaxşı olur da kökləri rahat tapa bilirik. Şərtdə bizdən tələb olunan isə bundan ibarətdir ki, köklərin hər ikisi ədəd oxumda -2 və 4 aralığında, intervalında yerləşsin. Onda yazırıq ki, -2 kiçikdir m minus 1 kiçikdir 4, yəni m bu şərti ödəməlidir və bir də m bu şərti ödəməlidir. İkinci kökdə -2 ilə 4 arasında olmalı. Və bunu da həll edərək biz asanlıqla tapa bilirik ki, m hansı şərt tərəfə bir əlavə eləsək, -1 kiçikdir m kiçikdir 5 və burada da -1 əlavə eləsək, -3 kiçikdir m kiçikdir 4. Və buradan da alır ki, m 3 bağışlayın 3. Buradan da alır ki, m -1 ilə 3 arasında yerləşsə, -1 ilə 3 arasında yerləşsə, kvadrat tənliyin kökləri x1 və x2 -2, 4 aralığında yerləşər. Bu əlbəttə ki, bu məsələni asanlaşdıran cəhət ondan ibarətdir ki, deməli, kvadrat tənliyin diskriminantı çox yaxşı bir ədədə 4-ə bərabər oldu. Amma bu həll üsulu hər kvadrat tənlik üçün yaramaz. Məsəl üçün, mən burada bir başqa kvadrat tənlik yazmışam, diqqət edin bura. Tutaq ki, və bunu belə həll edə bilərlər. Uşaqlar üçün normaldır və uşaqlar bunu belə həll edə bilər. Amma bugün mən müəllimlər üçün, xüsusilə ilgə hazırlaşan müəllimlər üçün bəzi məsələlər haqqında danışacağım və diqqətlə bizi dinləyin. Tutaq ki, bu kvadrat tənliyin kökləri üçün indi həmin tələb qoyulsa ki, yəni m parametrinin hansı qiymətində bu kvadrat tənliyin kökləri tutaq ki, -2, 4 aralığında yerləşir. Əgər biz bu məsələni həll etsək, indi diqqət edin, burada vəziyyət necə olacaq. Siz bu kvadrat tənliyin diskriminantını tapsanız və eyni metodla bu məsələni həll etməyə çalışsanız, görəcəksiniz ki, ciddi problemlər çıxır. Ciddi çətinliklər, yəni problemlər də yox, çətinliklər çıxır. Necə? Məsələn, diskriminant bərabərdir 4m kvadrat minus 4 vurulsun m kvadrat minus m və buradan alırıq 4m-ə bərabərdir diskriminant. Və nəticə etibarilə x1 bərabərdir, alıram 2m minus kök altda 4m bölünsün 2, x2 və bunu sadələşdirə bilərik, əlbəttə x2 bərabərdir 2-də, burada 2m plus kök altda 4m. İndi tələb olunur ki, köklər ədəd oxumda -2, 4 aralığında yerləşsin. Onda biz bunu sadələşdirsək, x1 kök altda 4-dən 2 çıxır, bildiyiniz kimi oradan ixtisarlar aparsaq, alırıq ki, birinci kök m minus kök altda m-ə bərabərdir. Deməli, birinci kök -2, 4 aralığında olmalıdır. Deməli, m bu şərti ödəməlidir, -2, 4 və ikinci kökdə həmin aralıqda olmalıdır deyə, buradan da alırıq ki, m plus kök altda m plus kök altda m kiçikdir 4.
Deməli, biz verilən suala cavab tapmaq üçün aydın məsələdir ki, bayaqki metodla davam edəsək, bu bərabərsizliklər sistemini həll etməliyik və bu irrasional bərabərsizliklər sistemidir. Əlbəttə, bunu həll etmək olar, amma bu xeyli dərəcədə vaxt alır. Hətta elə kvadrat təminlərə rast gəlmək olar ki, onun baş həddinin əmsalı, məsələn, burada baş həddin əmsalı 1-ə bərabərdir. Burada baş həddin əmsalı 1-ə bərabərdir. Baş həddin əmsalı da n parametrindən asılı olar və bu x1 və x2-nin ifadəsi daha çətin olar və bu bərabərsizlik daha mürəkkəb xarakter alır və bu bərabərsizliyi həll eləmək xeyli vaxt və zəhmət tələb edər. Bundan əlavə istəyirəm bir də diqqətinizə çatdırım ki, hər zaman tələb olunmur ki, kvadrat tənliyin kökləri ədəd oxunda hansısa iki ədədin arasında olsun. Kvadrat tənliyin köklərinin ədəd oxunda yerləşməsinin bir 6-ya yaxın müxtəlif vəziyyətləri var ki, mən istəyirəm bu vəziyyətlər haqqında sizə məlumat verim və bildirim ki, yəni həmişə deməyəcəklər ki, kvadrat tənliyin kökləri iki ədədin arasında olsun ədəd oxunda. Xüsusilə miqə hazırlaşan müəllimlər üçün kvadrat tənliyin köklərinin müxtəlif vəziyyətləri haqqında suallar ola bilər. Deyə bilərsiniz ki, o hansı vəziyyətlərdir? İndi mən istəyirəm ki, bu barədə sizə məlumat verim. Miqə hazırlaşan hörmətli müəllimlərin nəzərinə çatdırmaq istəyirəm ki, bizim MİQ model testlər kitabımızın ən son nəşri, bax bu əlimdə gördüyünüz kitabdır, çapdan çıxıb bir neçə ay bundan öncə. Demək olar Azərbaycanın çox kitab mağazalarında var və bu kitabın içərisində bir 3333-ə yaxın, belə deyək də, həndəsə məzmun sahəsi xaric xeyli maraqlı məsələlər var və hamısı da MİQ səviyyəsində olan məsələlərdir. Yəni, müəllimlərin işə qəbulu müsabiqəsinin tələblərinə uyğun olan məsələlərdir. Bundan əlavə, bu kitabın içərisində riyaziyyatın həndəsə yenə məzmun xətti xaric bəzi bölmələrini haqqında orta məktəb kitablarında rast gəlməyən, amma müəllim üçün lazım olan nəzəri materiallar var və onlardan biri də kvadrat təminin köklərinin ədəd oxunda yerləşməsinin müxtəlif vəziyyətləri haqqındadır. Deməli, kvadrat təminin köklərinin ədəd oxunda yerləşməsinin müxtəlif vəziyyətlərinə aid bu kitabda bir çox bölmələrə aid, bax, belə nəzəri material var. Həmin vəziyyətlər haqqında məlumat verilib və hər bir vəziyyətə uyğun problemi necə həll etmək lazımdır, o göstərilir. Nəzəri materiallar təxminən 3-4 səhifədir, belə gördüyünüz kimi və bunun davamıca həmin vəziyyətlərə özündə əks etdirən test tapşırıqları verilir. İndi mən buradakı vəziyyətlər haqqında sizə məlumat verəcəm və siz görəcəksiniz ki, müəllimlərin işə qəbulu müsabiqəsində təkcə demirlər ki, kvadrat təminin kökləri hansısa iki ədədin arasında olsun. Başqa vəziyyətlər də var və hər bir vəziyyətə uyğun kökləri bu cür tapıb sistem həll eləmək heç də işimizi asanlaşdırmır, əksinə xeyli dərəcədə çətinləşdirir. Məsəl üçün, hansı vəziyyətlərdən söhbət gedir, indi mən bu barədə sizə məlumat verəcəm. Məsəl üçün, biri elə buydu da, kvadrat təminin kökləri ədəd oxunda hər hansı iki ədədin arasında olsun. Belə bir vəziyyət, məsələn, kvadrat təminin kökləri ədəd oxunda fərz edək ki, hər ikisi hansısa bir ədəddən, tutaq ki, 3-dən sağ tərəfdə yerləşsin. Yəni, köklərin hər ikisi 3-dən böyük olsun. Bu bir vəziyyət fərz edək ki. İkinci bir vəziyyət, kvadrat təminin kökləri ədəd oxunda hansısa bir ədəddən, tutaq ki, 5-dən ikisi də kiçik olsun. x1 də, x2 də, hər ikisi 5-dən sol tərəfdə yerləşsin. Bu ikinci vəziyyət. Üçüncü bir vəziyyətə baxaq. Ola bilər ki, məsəl üçün deyə bilərlər ki, parametrdən asılı kvadrat təminin kökləri ədəd oxunda, məsəl üçün fərz edək ki, bir -4 ədədindən böyük olsun, bir başqası -4 ədədindən o birisi kök, o birisi digər kök -4-dən kiçik olsun, bax bu vəziyyətdə olsun. Köklərdən biri -4-ün solunda, biri -4-ün sağında olsun. Başqa bir vəziyyət, məsəl üçün, dördüncü bir vəziyyət, indicə baxdığımız vəziyyət. Deyə bilərlər ki, ədəd oxunda kvadrat təminin kökləri, indicə ki, baxırdıq, -2 ilə 4 arasında olsun. Yəni, bu deməkdir ki, köklər, x1 və x2 kökləri -2, 4 parçasının daxilində yerləşsin. Bu vəziyyət ola bilər. Və yaxud başqa bir vəziyyət. Ola bilər ki, deyərlər ki, kvadrat təminin kökləri hansısa bir parça, əlbəttə, mən bu -2, 4-ü şərti olaraq belə yazıram. Kvadrat təminin kökləri
biri deməli bu parçanın kənarlarında olsun. Yəni x1 -2-dən solda olsun, o biri kök x2 isə 4-dən sağda olsun. Və yaxud ola bilər ki, desinlər ki, kvadrat tənliyin kökləri bu -2-4 şərtidir dediyim kimi. Deyə bilərlər ki, kvadrat tənliyin köklərindən biri bu parçanın daxilində yerləşsin, tutaq ki, x1. Digər kök isə xaricində yerləşsin və s. və s. və s. Və s. deyərkən düzdür. Belə vəziyyətlər də var bizim kitabımızda. Məsələn, öz əksini tapıb yazmışıq ki, kvadrat tənliyin kökləri tutaq ki, -2-4 parçasının bir tərəfində olsun. Yəni ki, x1 də, x2 də, deyək ki, bir tərəfində olsun. Əslində, bizim kitabda yazdığımız bu vəziyyət o deməkdir ki, əslində köklərin hər ikisi 4-dən sağ tərəfdə olsun. O elə birinci vəziyyətlə eyni güclüdür. Yəni, köklərin hər ikisi 3-dən sağ tərəfdə olsun halına biz baxırıq. Bu hala baxırıq kitabda. Və bu da elə o demək ki, -2-4 parçasından sağ tərəfdə olmaq o demək ki, -2-4 parçasından sağda olacaqsa, 4-dən sağda olacaq. 4-dən sağda olacaqsa köklər, o elə -2-4 parçasından da sağda olacaq. Bax, bizim yazdığımız bu kitabda kvadrat tənliyin köklərinin ədəd oxundan birləşməsinin bu vəziyyətlərinə baxırıq. İndi mən sizə parametrdən asılı bu kitabdan bir kvadrat tənlik verəcəm və bir şərt tələb edəcək ki, parametr hansı şərtləri ödəməlidir ki, kvadrat tənliyin kökləri deyək ki, biri -4-dən kiçik, biri -4-dən böyük olsun. Məsələn, bu hallardan birinə baxacaq da, bu situasiyalardan birinə baxacaq. Amma mühə hazırlaşan müəllimlər bunların hər birini bilməsi lazımdır. Və bunu necə həll edirlər bu problemini biz bir misal üzərində bunu nümayiş etdirəcək. Və beləliklə növbəti insana baxırıq. Deməli, belə bir həmən bu model testlər kitabından belə bir parametrdən asılı olan kvadrat tənliyə baxaq. İndi mən elə bir kvadrat tənlik yazıram ki, baş hərfin əmsalı da parametrdən asılıdır. m-1 vurulsun x kvadrat, baxın, m-1 vurulsun x kvadrat, bu baş hərfin əmsalıdır. -2 vurulsun m+1 vurulsun x, görürsünüz, ortadakı hərfində əmsalında parametr var və sərbəst-sərdə də parametr iştirak edir. M bərabərdir 0. Tutaq ki, belə bir sual. M parametrinin hansı qiymətində bu kvadrat tənliyin köklərindən biri 2-dən kiçik, digəri isə 2-dən böyükdür. Bax, bu haldır. Bax, bu haldır. Üçüncü hal. Bura 2 qoydular. Deməli, tənliyin köklərindən biri 2-dən kiçik, digəri isə 2-dən böyükdür. M parametrinin hansı qiymətlərində. Ona görə də mən buraları silirəm və mən indi bu bir halın üzərində belə problemləri necə həll etmək məqsədə uyğundur, onu nümayiş etdirəcəm və göstərəcəm və siz bu kitabı əldə edərək digər hallar haqqında da özünüz öyrənə bilərsiniz. Deməli, beləliklə tələb olunur ki, parametrinin hansı qiymətində bu kvadrat tənliyin köklərindən biri ədəd oxunda 2-dən soldadır, yəni 2-dən kiçikdir, digəri isə 2-dən böyükdür, deyək ki, buradadır. Yəni, x1 kiçikdir 2-dən, x1 2-dən kiçikdir, x2 isə 2-dən böyükdür. İndi siz cəhd etsəniz ki, o Limin test bankında rast gəlmə misal ki var, oradakı kimi x1 və x2-ni tapıb bu sistemi həll edəsiniz. Bu xeyli çətin olacaq. Nəyə görə? Çünki bu kvadrat tənliyin diskriminantı əvvəla parametrdən asılı olacaq. Sonra baş hərfinin əmsalında gördüyünüz kimi parametr var. Sərbəstsə, hər yerdə parametr var. Ona görə siz x1 və x2-ni tapsanız, onların ifadəsi çox mürəkkəb olacaq. Və burada çox mürəkkəb irrasional bərabərsizliyi alacaqsınız və onu həll eləmək həm xeyli vaxt tələb edəcək və həm də xeyli çətin olacaq. Bəs nə etmək lazımdır? Bax, indi biz bu misalın üzərində izah etmək istəyirik ki, ədəd oxunda kvadrat tənliyin köklərinin yerləşməsinin müxtəlif vəziyyətlərinə aid problemlər necə həll olunur? Ətraflı məlumat almaq istəyənlər bu kitabı əldə edib, onların hər birini öyrənə bilər ki, bu barədə məlumatı yoxdursa və ya azdırsa. Baxaq, deməli, mən y bərabərdir, baxıram, m-1 vurulsun x kvadrat minus 2, m+1 vurulsun x plus m kvadratik funksiyasına. Bu funksiyanın sıfırları elə bu kvadrat tənliyin kökləri deməkdir. Şərtə görə
bizdən tələb olunur ki, bu kvadratik funksiyanın sıfırları bu vəziyyətdə olsun. Biri 2-dən solda, biri 2-dən sağda. Bu iki halda ola bilər. Deməli, parabolanın qolları üzü yuxarı olarsa, deməli, bu deməkdir ki, bura x1-dir, bura x2-dir. Bu iki kökü varsa, bu deməkdir ki, diskriminant müsbət olmalıdır və 2 bu aradadır, 2 buradadır. Fərz eləyək ki, y-qoxu buradadır. Mən y-qoxunu səhv edə bilərdim, amma sizin hər biriniz gözəl başa düşürsünüz ki, belə olduğu halda ya belə olacaq, bu funksiyanın qrafiki ya belə olacaq, bu nə vaxt belə olacaq? n-1 müsbət olanda. İndi ola bilər, bu y-qoxu deməli, yerini dəyişə bilər, yəni aks-9 üzərində sağa-sola hərəkət edə bilər. Biz burada belə çəkmişik. İkinci hal üçün başqa bir çəkərəm. Fərz eləyək ki, y-qoxu belədir, amma parabolanın qolları üzü aşağıdır. Bu dəfə x1 buradadır, x2 buradadır. 2 fərz eləyək ki, 2 buradadır. Yenə də tələb olunur ki, köklərdən biri 2-dən kiçik, biri 2-dən böyük olsun. Bu halda deməli, bizdən tələb olunan budur. Əgər bizdən tələb olunursa ki, köklər x1 və x2-nin arasında olsun, deməli, bu funksiyanın qrafiki ya belə olmalıdır, ya belə. Bu halda görün nə olur? Əvvəla diskriminant sıfırdan böyük olmalıdır. M bu şərti ödəməlidir ki, kvadrat təmin 2 kök olsun və funksiyanın 2 sıfır olsun. Madəm ki, qollar yuxarıdır, deməli, M-1 sıfırdan böyük olmalıdır. M həm də bu şərti ödəməlidir. Əgər 2, x1 və x2-nin arasındadırsa, funksiyanın 2 nöqtəsində aldığı qiymət, diqqət edin, mənfi olacaq. Yəni, f2 kiçikdir 0 olacaq. Belə çıxır ki, onlar bizim axtardığımız m həm bu şərti ödəməlidir, həm bu şərti ödəməlidir, həm bu şərti ödəməlidir. Gəlin, bu hala baxaq. Bu halda nə olmalıdır? Yenə kvadratik funksiyanın 2 sıfırı var deyə diskriminant sıfırdan böyük olmalıdır. Parabolanın qolları gördüyünüz kimi üzü aşağıdır, qollar aşağıdır. Ona görə m-1 sıfırdan kiçik olmalıdır. Bu halda funksiyanın 2 nöqtəsində aldığı qiymətə diqqət yetirsəniz, görəcəksiniz ki, f2 müsbət olmalıdır. Biz əlbəttə ki, m bu şərtinə ödəsən olar. Biz m-i buradan tapsaq, buradan tapılan m bizim tələblərə cavab verir. Buradan tapılan m də bizim tələblərə cavab verir. Onda biz bu bərabərsizliklər sistemlərini həll edib onların birləşməsini də tapa bilər. Amma nə ehtiyac yoxdur? Niyə? M-1 bu halda M-1 müsbətdir, F2 mənfidir deyə, onda M-1 bıraq F2 hasili mənfi qiymət alacaqdır. Biri müsbət, biri mənfi olduğu üçün. Bu halda isə M-1 mənfidir, F2 müsbətdir deyə, bu hasil yenə də mənfi qiymət alacaq. Onda biz bu iki sistemi həll etmək əvəzində belə bir sistem əldə edə bilərik. Diskriminant sıfırdan böyük olmalıdır və M-1 vurulsun F2 hasili mənfi olmalıdır. Çünki vuruluklardan biri müsbət, digəri mənfi, biri mənfi, digəri müsbət olduğuna görə biz bu iki bərabərsizliklər sisteminin həll edib onların birləşməsini tapmaq əvəzinə təkcə bir bərabərsizlik sistemini, bərabərsizliklər sistemini, bax, bu gördüyünüz bərabərsizliklər sistemini həll edə bilərik. Bax, bizim bu model testlər kitabında hər bir hal üçün kvadrat təmlin köklərinin deməli, ədəd oxunda yerləşməsinin hər bir halı bu cür araşdırılıb və münasib bir bərabərsizliklər sistemi tapılıbdır. Ona görə də bu kitabı əldə edib buradakı tapşırıqları həll etməyinizi tövsiyə edirik. İndi qaldı, baxın, bundan sonra deməli, biz problemi həll etmək üçün bu sistemi həll etməliyik. Bu sistemi həll etmək üçün, həll etmək isə olduqca asandır və həm də bu çox sadə bir bərabərsizliklərdən ibarət sistemdir. Nəinki siz x1-i tapıb 2-dən kiçik edib, x2-ni də tapıb 2-dən böyük edib alınan sistemi həll etməyiniz. Bu sistemi həll etmək olduqca mürəkkəbdir. Amma baxın, diskriminant böyük sıfır, gəl diskriminantı tapaq. Diskriminant bərabərdir, olur 4m plus 1-in kvadratı minus 4m vurulsun m minus 1. Bunu da sadələşdirsək, düz oldu da 4m plus b kvadrat minus 4ac bu da bərabərdir. Buradan alırıq 4m kvadrat plus 8m plus 4 minus 4m kvadrat plus 4m. 4m kvadratlar islah olunur. 12m plus 4 oldu, elə mi? 12m plus 4 bəli. Alır ki, diskriminant bərabərdir. 12m plus 4. Beləliklə, diskriminantı yazıram 12m plus 4. Görsün nə qədər. İndi b böyükdür 0 çox sadə bir bərabərsizlikdir. Deməli, m bu şərti ödəməlidir. 12m plus 4 böyükdür 0. Qaldı m-1 bıraq f2 kiçikdir 0. Əvvəlcə f2-ni tapaq.
f2 bərabərdir. Burada bu fx funksiyasıdır. X'in yerinə 2 yazsanız, alır 2'nin kvadratı 4 vurulsun m minus 1, minus 2 vurulsun 2, 4, m plus 1 plus m. Ve bunu sadələşdirsək, bərabər 4m, 4m islah olunur, mənfi 4, mənfi 4, m minus 8. Deməli, alır m minus 1 vurulsun m minus 8. İkinci bərabərsizliyə baxın. M minus 1 vurulsun m minus 8 kiçikdir 0. Beləliklə, sual belədir. M parametrinin hansı qiymətlərində bu kvadrat tənliyin köklərindən biri ədəd oxunda 2-dən solda, digəri sağda yerləşər. Deməli, M bu bərabərsizliklər sistemini ödəməlidir. Bunu əldə etmək isə olursa asandır. Birincidən alırıq ki, M daxildir. Mənfi 12-də 4, 3-də 1-dən müsbət sonsuzluğa. İkincidən alırıq ki, M daxildir 1-8 aralığına. Elədirmi? 1-8 aralığına düz olurlar. 1-8 bəli. Və hər ikisini ödəyən alırıq ki, 1-8. M-i ödəyən neçə tam qiymət var? Oradan çıxır ki, M-i ödəyən 6 tam qiymət var. Amma siz yoxlayın, x1-i tapıb 2-dən kiçik edib, x2-ni tapıb 2-dən böyük edərək bu problemi həll etmək istəsəniz, görəcəksiniz ki, olduqca çətindir. Hələ mən kvadrat tənliyin köklərinin ədəd oxunda yerləşməsinin digər vəziyyətlərinə bağlı belə tənliklər üçün problem qoyulsa, onda siz görəcəksiniz ki, belə sistemlərlə məsələni həll etmək olmur. Kvadrat tənliyin köklərinin ədəd oxunda yerləşməsinin digər vəziyyətləri haqqında məlumat almaq üçün bizim model testlər kitabını əldə etməyə çalışın. Model testlər kitabı Azərbaycanın demək olar bütün kitab mağazalarında var. Və video hazırlaşan müəllimlərin diqqətinə bir şey də çatdırım ki, bizim aprel ayından etibarən sınaq qruplarımız fəaliyyət göstərir. Sınaq qruplarında biz həftədə 2 dəfə ARTİ-nin, yəni Azərbaycan Respublikası Təhsil İnstitutunun çərçivə sənədinin tələblərinə uyğun olaraq 2 sınaq həftədə müəllimlərə işlədirik və onlayn rejimdə onlar həmin sınaqları işləyirlər. Həftənin sonu bazar günləri 2-3 saat ərzində canlı görüşdə sınaqları müzakirə edirik. Sınaq qruplarına qoşulmaq istəyənlər 010-123-58-13 nömrəli telefonla əlaqə saxlayıb bizim sınaqlarda iştirak edə bilərlər. Bilirsiniz ki, imtahanlara 2 aya qədər vaxt qalır. MİQ imtahanlarına hazırlaşmaq istəyən müəllimlərin nəzərinə çatdırıram ki, mənim 070-240-13 WhatsApp nömrəmlə əlaqə saxlayıb bizim dərslərimizə qoşula bilərlər. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Növbəti görüşlərimizdə biz bu kitabın müxtəlif bölmələri haqqında, məsələ və misallar haqqında sizə məlumat verəcəyik. Sağ olun.